Deməli, bir rəqəmi ilə göstərilən silsilə. Bax, bu silsiləmiz hansı silsilədir? Murovdağ. Murovdağ, Oldu. Murov dağ silsiləsidir. Ən hündür zirvəsi Camışdağ, Camışdağ. Hündürlüyü nə qədər idi? 3724. 24 metr. Əla. Bax, bu hissədə olan silsiləmiz, 2 nömrəli silsiləmiz Şahdağ Şahdağ silsiləsi. silsiləsi, Ən hündür Şahdağ. zirvəsi Qoca Qocadağ, dağ. Bəli, bax, bu Göyçə gölünün şərqində olan silsilə. Göyçə silsiləsi, Bəli, Şərqi Göyçə silsiləsi idi. Şərqi Göyçə silsiləsində məşhur bir aşırım yerləşirdi. Hansı ki, o aşırım adında qızıl yatağı da var idi Kəlbəcərdə. Kəlbəcər aşırımı. Zod aşırımı. Zod aşırımı tamamilə Bəli. doğrudur. Bəs bu ərazidə yerləşən coğrafi obyektimiz necə adlanır? Qarabağ Vulkanik yaylısı, yayla. Vulkanik yayla. Vulkanik yaylanın ən hündür zirvəsi Dəli Dağ. Dəli dağ idi. Əhsən. Dəli dağın hündürlüyünü müəyyən edək. 3616. 3616. 36, 16. Əlasız. 36, 16. Əla. Bəs bax, bu silsiləmizin adı nə idi? Qarabağ silsiləsi. Qarabağ silsiləsi. Əla. Ən hündür zirvəsi Böyük Kirs. Böyük Kirs. Nə qədərdir hündürlüyü? 27-25. 25. 25. Əla. Sonra görək bax, bu silsiləmizin adı nədir? Ermənistan sərhədimiz boyunca Zəngəzur Hə, silsiləsi, Zəngəzur. Bəli, ən hündür zirvəsi Qapıcıq. Qapıcıq, Qapıcı. 9 nə oldu? 3904. 04. Əla. Burada bir dənə Qazangöl dağ zirvəsi var idi. Nə dağ? Qazangöl dağ. Baba dağından 200 metr hündürlükdə idi. 2829. Bəli, 38 29. Burada yerləşən silsiləmizin adı nədir? Dərəliyiz. Nə qədər hündürlüyü? 2120. 2120. Bəli, adı nə idi? Şüküdağ, Şükü dağ. Şükü dağ. Yeməyin adı ilə bağlı idi. Bəli. Belə. Sonra gəlirik, bax, bu silsiləmizin adı nədir? Peştəsə. Talış silsiləsi. Talış silsiləsinin ən hündür zirvəsi. Kömürköy qız yurdu, Kömürköy nə qədər idi? 2493. 24. Bəli, qız yurdu. 24 33. 24, 33. Bəs bax, bu Talış silsiləsi, düzdürmü? Talış silsiləsinə paralel, bax, bu istiqamətdə uzanan silsilə Peştəsər silsiləsi, Peştəsər. Bəs bu istiqamətdə uzanan Burova. silsilə Burova, Burova silsiləsidir. Bravo sizə. Sonra gələk Böyük Qafqaza. Bax, Tinovrosso zirvəsindən başlayaraq bu istiqamətdə uzanan silsiləmizin adı nədir? Baş Qafqaz. Böyük Qafqaz. Baş Qafqaz və yaxud da baş su ayırıcı silsilə deyə bilərsiniz. Ən hündür zirvəsi? Tahta. Yox, Azərbaycanın ən hündür zirvəsi Bazardüzü. Nə qədər? 4466. Hansı inzibati rayon ərazisində düşür? Bazardüzü. Bəli. Bu hansı rayondur? Qusar. Qusar rayon ərazisində düşür. Bəli. Sonra bəli, ikinci ən hündür respublikamızın ikinci ən hündür zirvəsi necə adlanır? Zəfər. Zəfərdir. Bəli, Zəfərin hündürlüyü nə qədərdir? 4101. 4100. Yox, 4301 metr. Bəli, indi sizcə Zəfər zirvəsi hansı rayonda yerləşir? Qusarda. O da Qusarda, tamamilə doğru. Şahnabad dərəsi var idi. Dedi ki, qədim dövrdə insanlar gəlib burada ticarət işləri apardı. Şahnabad dərəsi hansı rayonda olar? Qusarda. O da Qusarda Qusarda, təbii ki. Doğru. Baş Qafqaz silsiləsinə paralel istiqamətində uzanan şimalda hansı silsilə? Yansız. Yan silsilə. Ən hündür zirvəsi? Şahdağ Yan- 4. 243. 43. Sonra burada Yarı dağ da buradaydı. Hündürlüyü nə qədər idi? 4116. 4116. Əla. Sonra bax, Baş Qafqaz silsiləsi gəlib bax şərq istiqamətində belə uzanırdı. Burada bir silsilə var idi Xızı rayon ərazisində. Gübra. Bəli, nə qədər hündürlüyü? 2205. 2205. 05, tamamilə doğru. Baş Qafqaz silsiləsinə paralel cənub istiqamətində uzanan Niyalda. silsilə. Niyalda və Qovda. Ləngəbil,
Ləngəbis silsiləsi artıq, bəli, cənubda idi Ləngəbis silsiləsi. Bu istiqamətdə hansı tirə uzanırdı? Ələt. Ələt tirəsi. Ələt tirəsi. Bax, bu ərazi necə adlanır? Ara. Abşeron. Qobustan, Qobustan. alçaq dağlar. Hansı relyef formalarına burada geniş rast gəlir? Eksogen relyef formalarına. Qobustan, Abşeron, Ceyrançol, Acınahor, Naxçıvan deyəndə nə yadınıza düşürdü? Neogen. Denitasyon. Bəli, arid, denidasyon, yarğan qobu, beddendlər daxil idi. E, belə. Sonra gəlir Naxçıvan Arazboyu düzənliklərinə. Bax, Naxçıvan Arazboyu düzənlik 7 dənə düzənlik öyrənmişdik burada. Ən, Deyim. bəli, buradan başlayaq. Mən orada Şərur, Bəli. sonra Naxçıvan düzü. Ya birinci Sədərək gəlir də. Hə, birinci səviyə. Sədərək gəlsin, sonra Şərur gəlsin, sonra Naxçıvan. Gülüstan. Böyük düz gəlsin, sonra Naxçıvan gəlsin. Naxçıvan. Sonra Gülüstan gəlsin, sonra Yaycı, Orduba. Bax, bu ilk 4 dənəsini fərqləndirən xüsusiyyət nə idi Naxçıvana qədər? Bunlar Araz əyilməsinə aid idi. Bəli, GM, Gülüstan, Yaycı, Orduba desə Kiçik Qafqaz tektonik qalxmasına aid idi. Gəlin buradakı düzənlikləri ardıcıl düzək. 3 dənə düzənliyimiz var idi. Gəyən. Gəyən, İncə, Hərəmi. Hərami. Bunlar Küraraz ovalına daxildirmi? Kiçik Qafqaz. Yo, yo. Kür çökəkliyinə daxildir. Kiçik Qafqaza aid deyil. Kür dağarası çökəkliyinə aiddir. Amma Bəli. ovalıq olaraq Küraraz ovalına daxildirmi? Təbii ki, xeyr. Bunların mütləq hündürlüyü 200 metrdən çoxdur. Küraraz ovalının hündürlüyü 200 metrə qədər olan əraziləri əhatə edir. Tektonik cəhətdən bəli, bura aid idi. Kürlər arasına. Bəli. Sonra bu ovalığımızın adı nədir? Lənkəran. Lənkəran. Lənkəran ovalığında abrezyon relyef formalarına rast gəlinir ifadəsi doğrudurmu? Bəli. Bəli, Xəzər sahilində yerləşirsə olacaq. Bir rəqəmi ilə verilən düzənliyimiz necə adlanır? Mildüzü. Mildüzü 2 rəqəmi ilə verilən Muğan. Muğan. 3, Cənub Şərqi. 4. Səlyan. Salyan. Belə bir ifadə düşə bilər ki, Cənub-Şərqi Salyan. Şirvan düzənliyi Muğan düzündən şərqdə yerləşir. Düzdür da. Düzdür, bu istiqamət edir. Sonra 5 rəqəmi ilə verilən düzənliyimiz Şirvan. Küraraz ovalının ən böyük düzənliyidir. Doğru. Bax, 6 rəqəmi ilə verilən düzənliyimiz Qarabağ. Qarabağ. 7 Gəncə, Qazax. Gəncə, Qazax. 8 Qanlı Qanlı Xəyiçay. Xəyiçay. Əla. Bax, burada 2 dənə silsilə var. Bu silsilənin arasında bir rəqəm, 9 rəqəmi qeyd Acınahor. edilir. Acınahor. Acınahor düzü. Bu silsilələrin adı nədir? Xocaşən. Xocaşəndən Daşüz. Xocaşen, Daşüz silsilələri, əjdahasız. Əla. Sonra bax bu alçaq dağlıq, bax bu ərazi 10 rəqəmi ilə verdiyimiz ərazi. Ceyrançöl. Ceyrançöl. Ceyrançöl, Acınahor düzənliyi. Hansı suxurlar üstünlüyü təşkil edir burada? Neogen. Neogen Neogen. tamamilə doğrudur. Neogen suxurlar. Amma antropogen də varmı? Yoxsa yalnız neogendir? Bəli. Antropogen də var. Antropogen də var, bəli. Amma neogen üstünlüyü təşkil edir. Sonra bax burada yerləşən bir silsilə var idi. Bozdağ. Neogen. Bozdağ. Bozdağ silsiləsi, ona da neogen yaşlı suxurlar deyəcəyik. Tamamilə doğrudur. Sonra keçək, bax buradakı düzənliyimiz, bu hissədə belə bir düzənliyimiz var. Samur Dəvəçi. Samur dəvəsi olan şimal hissəsi. Qusar. Şollar. Hə, şollar. Sonra bax bu düzənliyimiz necə adlanır? Samur Dəvəçi. Samur dəvəsi. Və bu hissəmiz necə adlanır? Sarmayı. Sarmayı. Qusar maylı düzənliyidir. Mən o hissələrdə sudur da var idi. Sudur silsiləsi. Bəli, bax burada silsilədir. Rusiya ilə Azərbaycan arasında sərhəddə. Onda Zəfər də. Nə? Zəfər. Zəfər zirvəsi də Bazar düzünün şərqindədir, yəni Qusar rayonu ərazisində. Nə oldu? Ceyrançöl, Acınahor, bax bu ərazilərdə neogen yaşlı suxurlar üstündür. Bəs hansı eksogen relyef formalarına rast gəlirik? Denidasyon. Arid denidasyon deyirik. Arid denidasyon relyef formaları dedikdə isə Yarğan, Qobu. yarğan, qobu, Kürüm, Bedlend. Bir də yəqin ki sizə düşməz, amma
Olimpiyadaya falan getmək istəyənlərə düşə bilər. Gilli karstlar var burada. Gilli karst. Karst nə idi? Yeraltı suların təsiri ilə yaranan relyef formaları. Və bunlar arit denidasiyon relyef formalarına aid hesab edilirdi. Yaxşı, burada bir dənə yayla var idi. Baba bu hissədə. Adı nə idi onun? Yazı. Harda? Yox, çox getdim yuxarı. Baba bu Qara hissədə. yazı. Qara yazı. Yazı düzənliyi. Yazı. Qarayazı başqa yerdədir. Bax bu düzənliyimizin adı nədir? Hə, yazı. Qarayazı. Bura Qarayazıdır. Qarayazı. Qarayazı O düzənliyi, bura isə altdakı yazı yazıdır. yaylası. Bəli. Yaxşı, belə bir sual verim. Sizcə, bax rəqəmlə işarələyəcəm. Deməli 1, 2, 3, 4, bura 5, burada 6. Hansı ərazilərdə gətirmə konuslara geniş rast gəlinir? 4'te Şirvan, bir dənə. Rəqəmdir. 1-4. 1, 4. Qurtardı. Məndə də Bir bir. də 5 də olacaq da Qarabağ. 5 də 5. Təbii ki, Qarabağ düzənliyi Hə, Qarabağ. dağlıq ərazilərdən düzən ərazilərə çıxdığı yerlərdə, dağətəyi düzənliklərdə belə deyək, gətirmə konuslara geniş rast gəlinəcək. Bəli, bu atmosfer bölməsinə başlayırıq deyə Azərbaycanı qısa təkrar etdik. Relyefi, Azərbaycan relyefini bilək. Sonra keçək atmosfer mövzusuna.